Deməli, əziz tələbələr, 15 may 2025-ci il BA kateqoriyasına düşən çətin və vaxt aparan suallardan biri. Əslində buna daha öncə bənzər bir sual imtahana düşmüşdü və bu imtahanın da çətin vaxt aparan suallarından biri də budur. Səhifəmizi izləməyə davam edin. Digər sualları da sizinlə bölüşəcəm. Deməli, bu sualda nə deyir bizə? Deyir ki, şəkildə siz kubun bütün üzlərini görürsünüz. Kubu atarkən verilmiş hərflərdən ibarət kombinasiyaların hər birinin fiqurların ardıcıllığı gözlənilməklə yığılma ehtimallarını tapın. Ən böyük iki yığılma ehtimallarının cəmi ilə ən kiçik iki yığılma ehtimallarının cəminin nisbətini hesablayın. Deməli, biz burada nəyi tapmalıyıq? Biz burada həm kub atılan zaman araba sözünün, həm bərbər, həm ərbab, həm də barbar sözlərinin yaranma ehtimallarını tapmalıyıq. Birinci növbədə araba sözündən başlayaq. Araba sözündəki biz bilirik ki, A hərfindən bu kubda, baxın, üzlərin hamısını görürsək hal-hazırda 2 dənə var. Yəni toplamda kubun 6 dənə üzünün ikisi nədir? A. Deməli, atan zaman A hərfinin düşmə ehtimalı 6-da 2-dir. Və 6-da 2 də ixtisar gedəndə nə qalır? 3-də 1. Araba sözündə 3 dənə A olduğuna görə hər bir A-nın düşmə ehtimalı 3-də 1-dir deyə mən də bunları belə yazıram. B hərfi orada 2 dənə görürsünüz var. Yenə bunun da düşmə ehtimalı 3-də 1-dir. Amma R hərfi orada bir dənə var. Deməli, bunun düşmə ehtimalı, R hərfinin düşmə ehtimalı 6-da 1-dir. Bu rəqəmləri bir-birinə vurursunuz. Bu edir 486-da 1. Deməli, araba sözünün yaranma, yığılma ehtimalı 486-da 1-dir. İkinci keçirəm bərbər hesablamağa. B hərfinin 3-də 1 olduğunu bilirik. Ə hərfi 6-da 1-dir. R hərfi 6-da 1-dir. Yenə də bir dənə 3-də 1, 6-da 1, 6-da 1. O zaman biz nə etməliyik? Bunları bir-birinə vuranda bu edir 11664. 11664-də 1 ehtimal. Növbəti ərbab sözündə Ə hərfi yenə 6-da 1-dir. R hərfi 6-da 1-dir. B 3-də 1-dir. A 3-də 1-dir. B yenə 3-də 1-dir. Deməli, biz bunu hesablayanda bu deyilir 972-də 1. Sonlara barbar sözünü hesablayanda B 3-də 1-dir. A 3-də 1-dir. R 6-da 1-dir. Yenə də 3-də 1, 3-də 1 və 6-da 1. Bu da eləyəcək 2916-da 1. Deməli, hər bir sözün əvvəla yaranma ehtimalını hesabladıq. İndi burada ən böyüklərinin cəmini bizdən istəyir, bir də ən kiçiklərinin. Ən böyükləri burada, bax, budur. Məxrəc nə qədər balaca olsa o böyük sayılır da, düzdürmü? Bir də budur. Bunları ayrı toplayırsınız. Bu işarələdim, digər ikisini isə ayrı toplayırsınız. Bundan bunu ayrı toplayırsınız. Bu mavi ilə işarələdim 972-də 1-lə 486-da 1-i toplayanda bunlar üçün ortaq məxrəc elə 972-dir. 972-ni 972-yə böləndə 1, 486-ya böləndə 2 eləyir. 1 üstə 2, 3. Alınır belə. Və bunlar da ixtisar gedəndə 972 ilə 3 ixtisar gedəndə qalır 324-də 1. Deməli, bunun ehtimalı, onların yəni ən böyüklərinin ehtimalları cəmi bizə verdi. 324-də 1. Bu qalsın yadımızda. Həmçinin kiçiklərini də ayrı toplayıram. 11664 ilə 2916-nın ortaq məxrəci elə 11664-dür. 11664-ü 11664-ə böləndə 1. 2916-ya böləndə edir 4. 1 plus 4 edir 5. Bunların ən kiçiklərinin də ehtimalları cəmi bizə bunu verdi. Və son olaraq isə bizə nə deyirdi? Deyirdi, bunların nisbətini tapın. Nisbət nədir? Bölmə. Sən deməli 324-də 1-i bu aşağıda aldığımız 11664-dəki 5-ə bölməlisiniz. Və bu hissəni bir dənə buradan təmizləyirəm buranı. Gəldik indi 324-də 1-i bölürəm nəyə? 11664-də 5-ə.
Bunu vurmaya çevirmək üçün məxrəclə sürətin yerini dəyişirəm. 11664 çıxır yuxarıya, 5 düşür aşağıya. Belə olanda burada bax bu ədədlə bu ədəd ixtisar gedir. 11664 ədədini biz 324 ilə ixtisar aparanda orada yuxarıda qalır 36 və aşağıda da qalır 5. Cavab 36 bölünsün 5. Olacaq sualımızın cavabı B variantı.